Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün mən sizə 4-cü sinif riyaziyyat qiymətləndirmə 2-ci hissənin test 17, test 18-ci mövzularını izah edəcəm. Deməli, cəm və fərqlərinə görə məhsulların tapılmasıdır. Gəlin qeyd edək buradan. Deməli, bizə yazılıb ki, biri o birindən 3 vahid böyük olan 2 ədədin cəmi 69-dur. Bu ədədlərdən kiçiyini tapın deyir. Deməli, necə yazırıq? 2 dənə ədəddən söhbət gedir. Biri digərindən 3 vahid böyükdür. Biri bir damadırsa, digəri bir dama üstə gəlsin 3'tür. Ümumi də cəmi 69'dur. Bu ədədlərdən kiçiyini tapmaq üçün ilk öncə 69'dan 3'ü çıxırıq. Olur 66 və 2 dam olduğu üçün 2'yə bölürük. Edir 33. Kiçiyi bizdə 33'tür. Böyüyü istəsəydi 33'ün üstünə 3 gələrdi. Olardı 36. Cavab olacaq 1-də S bəndi. 2. Ata qızından 19 yaş böyükdür. Deməli, söhbət 2 nəfərdən gedir. Ata və qızından gedir. Ata qızından böyük olduğu üçün qızına bir dama yazıramsa, ataya bir dama üstə gəlsin 19 yaşı yazıram. Çünki 19 yaş böyükdür. Hal-hazırda yaşlar cəmi isə 45'tir. Deməli, 2 dama plus 19 45'ə bərabərsə, ilk öncə 45'dən 19'u çıxıb 2 yerə bölməliyəm. Yəni, söhbət 2 nəfərdən gedir. 45'ten 19 çıxırıq, 26 edir. Onu da 2 yerə böləndə 13 olacaq. Qızının yaşını 13 tapdıq, amma bizdən atanın yaşını istəyir. Ata da ondan 19 yaş böyüydü. Üzərinə gəlirik. O da eləyir 32 yaş. 2'ye də uyğun olduğu D bəndi. 3. 3'ü də buradan qeyd edək. Deməli, birinci yeşikdə ikinci yeşikdəkindən 20 kiloqram çox alma var. Söhbət 2 yeşikdən gedir. Birinci yeşikdəki ikinci yeşikdən 20 kiloqram çox alması var. Birinci yeşikdən ikinciyə neçə kiloqram alma əlavə etsək, yeşikdəki almaların kütlələri bərabər olar. Məsələn, bundan 10 kiloqram götürsəm və bura 10 kiloqram əlavə etsəm, birinci yeşikdə də bir dama üstə gəlsin 10 olacaq. İkinci yeşikdə də bir dama üstə gəlsin 10 olacaq. Ona görə də cavab olacaq B bəndi. Məntiqdir. Yəni, bundan 10 kiloqram götürüb bura qoyuram. Birinci yeşikdə olacaq bir dama üstə gəlsin 10. Çünki 20'dən 10 çıxanda 10 eləyir. İkinci yeşikdə də eyni zamanda üstə gəlsin 10 olacaq. Cavab oldu B bəndi. 4. 4'ü də buradan qeyd edək. Deməli, 4'də Günel və Vüsalədən söhbət gedir. Onların birlikdə ümumi 153 manat pulu var. Günelin pulu Vüsalənin pulundan 9 manat çoxdur. Yəni, Vüsalədə bir damadırsa, Güneldə bir dama üstə gəlsin 9'dur. İlk öncə 153'dən 9'u çıxıram. Sonra 2 dama olduğu üçün 2 yerə bölürük. 153'dən 9 çıxanda qalır 144. Onu da 2 yerə böləndə alırıq 72. Hal-hazırda Vüsalənin 72 manat pulu var. Amma Günelin pulunu istədiyinə görə Günelin pulu ondan 9 manat çox olduğu üçün üzərinə 9 gəlirəm, eləyir 81 manat. 4'ə uyğun olacaq A variantı. 5. 2 ədədin cəmi 98'dir. Birinci ədəd, ikinci ədəd. Ümumi 98'dir. Biri o birinin 4 mislindən 17 vahid kiçikdir. Yəni, biri tutaq ki, bir damadırsa, digəri 4 mislindən, yəni 4 dama çıxılsın 17 vahid kiçikdir. Bu ədədlərdən kiçiyi hansı ədəddir deyir. Yine 98 ilə 17'ni toplayırıq. Edir 115. 115'i də bölürük 5 yerə. Aldıq 23. Bizdən bu ədədlərdən kiçiyini istəyirdi. Elə cavabımız da olacaq 23. 5'ə də uyğun oldu A variantı.
6. 2 ədədin cəmi 317-dir. Fərqi isə 33-dür. Bu ədədlərdən kiçiyi neçədir deyir. Bunun üçün 317 və 33-ü toplayırıq və 2 yerə bölürük. 10 bir yadda, 4, 5, bu da olur 350. 350-ni də 2 yerə bölürəm. Bir dəfə 14, 175 alırıq. Və məndən bu ədədlərdən kiçiyi neçədir onu istəyir. Biz də ikisinin cəminin 317 olduğunu bilirdik. 317-dən də çıxıram 175-i. 317-dən də 175 çıxanda qalır 142. 6-ya da uyğun olacaq B bəndi. 7. Hər sonraki özündən əvvəlkindən 9 vahid kiçik olan 3 ədədin cəmi 126-ya bərabərdir. Bu ədədlərdən ən böyüyü deyir neçədir? Deməli, 7-də deyir ki, hər sonraki özündən əvvəlkindən 9 vahid kiçik olan 3 ədədin cəmi verilib. Deməli, söhbət 3 ədəddən gedir. Birinci, ikinci və üçüncü ədəd. Ümumi cəmi 126-ya bərabərdir. Hər sonraki özündən əvvəlkindən 9 vahid kiçikdir. Yəni, birinci bir damadsa, sonra bir damad çıxılsın 9-dur. Sonra növbəti bir damad çıxılsın 18-dir. Tənliyimizi necə həll edirik? İlk öncə 126, 9, bir də 18-in hər üçünü toplayırıq. 126 üzrə 9 gəlir 135, üstünə də 18 gələndə alırıq 153. 3 dənə damadır, 153-ü də 3 yerə bölürəm, alıram 51. Bu ədədlərdən ən böyüyünü istəyir, elə ən böyüyü 51 olacaq. Ən kiçiyini istəsəydi 51-dən 18 çıxardıq. Cavab olacaq C bəndi. 8. Sləman 3 qələm və 4 albom alıb 30 manat pul verib. Bir albom bir qələmdən 4 manat bahadırsa, bir qələmin qiyməti neçə manatdır deyir. Deməli, Ləman həm qələm, həm də albom alıbdır. Söhbət qələmdən, bir də albomdan gedir. Qələm 3 dənə alıb, albom 4 dənə alıb, ümumi də 30 manat pul veribdir. Bir dənə albomumuz bir qələmdən 4 manat bahadır. Onda yazırıq ki, albom, bir də qələm. Albom qələmdən 4 manat bahadır. Qələmdə isə 1 damadır. Əgər albom 4 dənədirsə, onda 4 dama üstə gəlsin 16 olacaq. Qələm 3 dənədirsə 3 dama olacaq və cəmi isə 30 manat pul olacaq. 30-dan 16-nı çıxıram ilk öncə. Qalır 14. 14-ü isə 4 dama, bir də 3 dama, cəmi 7 dama eləyir. 7-yə bölürəm, eləyir 2. Deməli, qələm neçə manat oldu? 2 manat oldu. Əgər desəydi albom, 4-ün üstünə 2 gələrdim, 6 manat olardı. Cavab olacaq 2 manat. Necə həll etdik? Qələm 3 olduğu üçün 3 yazdım, albom 4 yazdım və albom qələmdən 4 manat baha olduğu üçün alboma bir dama üstə gəldi 4, qələmə isə bir dama qeyd etdim. Sonra vurdum. Yəni 4 dənə albom aldığı üçün 4-ü 4 damaya vurdum. Oldu 4 dama, 4-ü 4-ə vurdum, 16 oldu. 3 dənə də qələm olduğu üçün 3-ü də bir dənə damaya vurdum, 3 dama oldu və ümumi 30 manata bərabər edib həll etdim. 9. Yenə 2 ədəddən söhbət gedir. Biri o birindən 2 dəfə böyük olan deyil. Biri bir damadsa, digəri 2 dam olacaq. Cəmi ən kiçik 3 rəqəmli ədəddən 22 vahid kiçikdir. Ən kiçik 3 rəqəmli ədədimiz 100-dür və 100-dən 22 vahid kiçikdir deyir. 100-dən çıxıram 22-ni, cavab qalır 78. Ümumi damaları da saysaq 3 dənə damadır. 78-i də 3-ə bölürəm, edir 26. Məndən ən kiçik ədədi istəyirdi. Ən kiçik ədədimiz olacaq 26. Gəldik digərinə. Deməli, modelə əsasən Sərxanın babasının yaşını deyir tapın. Gördüyünüz kimi atası Sərxandan 23 yaş böyükdür. Babası isə atasından 33 yaş böyükdür. Bunun üçün 103-dən həm 23-ü, yenə 23-ü, yenə 33-ü çıxıram. Yəni hamısına çıxırıq. Ya da ki 23, 23, 33-ü toplayıb 103-dən birbaşa çıxırıq.
O da eləyəcək bizdə 103'dən də 79 çıxacaq, edəcək 24. Söhbət də 3 nəfərdən getdiyinə görə 3 damadır. 24'ü 3'e bölürəm, 8 tapıram. Bu bizdə Sərxanın yaşıdır. Amma məndən babasının yaşını istəyir. 8'in üstünə 23, bir də 33'ü gəlirəm. 8 üstə gəlsin 23, 31 eləyir. 31'in də üstünə 33 gələndə 64 eləyir. Cavab olacaq babasının 64 yaşı var. Gəldik test 18'e. Test 18'də deməli, biri digərindən 4 dəfə böyük olan 2 ədədin cəmi verilibdir. 225'tir. Gəlin yazaq. Birinci ədədimiz, bu da ikinci ədədimiz. 4 dəfə böyükdürsə digərindən, biri 4 damadırsa, digəri 1 dama olacaq. Və ümumi də 225'e bərabərdir. Toplasaq 5 dama eləyir, 225'i də 5'e bölürük. 20, 25'te də 5 dəfədir. Olur 45. Kiçiyini istəyir, kiçiyi 45'tir. Amma böyüyünü istəsə 45'i də vururuq 4'ə. Deməli, test 18'də 1'ə uyğun olacaq B bəndi. 2. Aytən bir də Sədəfdən söhbət gedir. Deyir ki, Aytənin yaşı Sədəfin yaşının 2 misli qədərdir. Yəni Aytəndə 2 damadırsa Sədəfdə 1 damadır. 3 il sonra dediyinə görə hər birinin üzərinə 3 il gələcəm və ümumi də 42 yaş olacaq. 3 ilə 3'ü toplayırıq 6, 42'dən 6 çıxıram, 36 eləyir. 3 dama olduğu üçün 36'nı 3'e bölürəm, edir 12. İndi Aytənin neçə yaşı var deyir. Aytənin yaşını tapmaq üçün 12'ni 2'yə vurub üstünə 3 gəlirəm. 24, 24'ün də üstünə 3 gəlirik, olur 27. Amma 3 il sonra desəydi 27 olardı. Hal-hazırda yaşını istədiyinə görə elə 12'ni sadəcə 2'yə vururuq, olur 24. 2'ye də uyğun oldu A variantı. 3. Qeyd edək buradan. Deməli, 3'də gavalı, bir də gilas ağaclarından söhbət gedir. Onların birlikdə sayı 108'dir. Gavalı ağaclarının sayı gilas ağaclarının sayından 2 dəfə çoxdur. Gilas 1 damadırsa, gavalı 2 damadır. Bir neçə gavalı ağacı var. Ümumi 108'i 3 dam olduğu üçün 3 yerə bölürəm. 9, 18'də də 6, 36 eləyir. Gavalı ağacda 2 dənə dam olduğu üçün 36'nı 2'yə vururam. O da eləyir 72. 3'e də uyğun olacaq D bəndi. 4. Asəf, bir də Aslandan söhbət gedir. Bunların birlikdə ümumi 205 manat pulu var. Asəfin pulu Aslanın pulundan 7 manat azdır. Ona görə bir dama çıxılsın 7'dir. Burada isə 1 damadır. Aslanın deyir neçə manat pulu var. Bunun üçün 205 manatla 7 manatı toplayıram və 2 yerə bölürəm. 212, 212'ni də 2'yə böləndə alırıq 106. Bu bizdə Aslanın puludur. Cavab olacaq elə 4'də B bəndi. 5. Yine buradan yer açar. Beşdə deməli 2 ədəddən söhbət gedir. Rum rəqəmi ilə 2 ədəd yazırıq. Ümumi cəmimiz 425'tir. Biri o birinin 3 mislindən 25% böyükdür. Yəni biri 1 damadırsa, digəri 3 dama üstə gəlsin 25'dir. Və 425'dən yenə 25'e çıxırıq. Edir 400. 400'ü isə 4 dənə dama olduğu üçün 4'ə bölürəm 100 eləyir.
Bizdə kiçik ədədimiz 100-dür. Amma bizdən böyüyü istəyir. 425-dən 100 çıxa bilərik. Və yaxud da 100-ü 3-ə vurub üstünə 25 gələ bilərik. Yəni cavabımız eləyir 325. Böyük ədəd olacaq 325. 5'e de uygun oldu D bəndi. 6. 3 topda birlikte 96 metr parça var. İkinci topda birinci toptakinden gördüğünüz gibi 4 dəfə çoxdur. Üçüncü topda ise birincisinden 3 dəfə çoxdur. Ümumi tapsaq damaları 4, 5, 6, 7, 8 dənə damamız var. 96'nı bölürəm 8'ə. Bir dəfə 12 eləyir. Deməli birinci topda 12'dir. İkincidə 12 vurulsun 4, yəni 48'dir. 3'də isə 36'dır. Məndən üçüncü topu istəyir. Ona göre cevap olacaq elə 36 metr. 12 vurulsun 3, 36. 6'ya da uyğun oldu C bəndi. 7. 2 ədədin cəmi 93'tür. 93'tür. Biri o birinin 2 mislindən 12 vahid çoxdur. Yəni bundan 12 vahid çoxdur. Bu ədədlərin fərqini tapın deyir. Bunun üçün 93'ten ilk önce 12'ni çıxacağım. Edir 81. 3 damıya bölürük 81'i. 27 tapırıq. Deməli birinci ədədimiz 27'dir. İkinci də ondan 2 mislindən 12 vahid çoxdur. 27 vurulsun 2 üstə gəlsin 12. 54, 54'ün də üstünə 12 gələndə alırıq 66. Bu ədədlərin fərqini tapın deyir. 66'dan da çıxırıq. Birinci rəqəmimiz neçə idi? 27. O da eləyəcək 39. Cavab olacaq 7'də A variantı. 8. Aysel 3 qələm 3 dəftər alıb 21 manat pul verib və 1 qələm 1 dəftərdən 3 manat bahadır deyir. Bir dəftər deyir neçə manatdır? Yenə sxem qururuq. Ümumi 21 manat pul veribdir. Bir qələmimiz bu məsəl üçün qələm olsun. Bu da dəftər olsun. Qələmimiz dəftərdən 3 manat bahadır. Onda qələmə bir dama üstə gəlsin 3, dəftərə isə bir dama qoyuram. Və 3 qələm aldığı üçün 3'ü 3 damaya vuranda 3 dama, 3'ü də 3'ə vuranda 9 eləyir. Üstə gəlsin 3 də dəftər alıb 3 dama bərabərdir 21'ə. 21'dən ilk öncə 9'u çıxırıq. 21'dən 9 çıxanda alırıq 12. 12'ni də 6'ya böləcəm. O da eləyəcək 2. Deməli bir dənə damamız oldu 2 manat. Dəftərimiz 2 manatdır. Amma qələmimizi istəsə 5 manat olardı. Cavab da dəftər istəyir 2 manat olacaq. 9. Biri o birindən 3 dəfə böyük olan 2 ədədin cəmi ən böyük rəqəmli ədəddən 29 vahid böyükdür deyir. Biri bir damadırsa, digəri 3 dəfə böyük olduğu üçün 3 dama olur. Ümumi ən böyük rəqəmli ədədimiz 99'dur və bundan 29 vahid böyükdür deyir. 99'un üzərinə 29 gəlirəm. O deyir 128. Ümumi isə 4 damadır. Deməli 128'i bölürük 4'ə. O da eləyəcək 32. Məndən böyük ədəd istəyir. 32'ni də vururam 3'ə. 96. 9'a da uyğun olacaq 96. 10. Modelə əsasən Aliyyənin atasının yaşını deyir tapın. İlk öncə mən 27, 27, bir də 32'ni toplayıram və ümumi 98'dən çıxıram. 27'nin üzərinə 27 gələndə 54, 54'ün üzərinə 32 gələndə 86 alıram. Və 98'dən çıxanda 12 alırım. 3 yerə bölürük, o da eləyir 4. Amma məndən atasının yaşını istəyir, 4 yaş Aliyyənin yaşıdır. Atası da ondan 27 yaş böyüydü. Bunun üçün 27'nin üstünə 4 gəlirik, olur 31 yaş. Cavab olacaq 31. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.